millətim, qəmlidir rəvayətim. Xalqımın aslanları, igid qəhrəmanları, qazilər, şəhidlərim, qəhrəman igidlərim. Şəhid adına salamla, dərin bir ehtiramla, ruhlarını şad edək, bu mütləqdir yad edək. Biləsuvarlı mübariz bu tarixdə qoydu iz, böyük sahə qət eləyib, vətəninə xidmət eləyib. Əziz bilib vətənini, minalanmış sahəni, tək başına qət etdi, qoydu izləri getdi. Canını alıb düşmənin, neçə əskər zabitin, həmin gün sabahıyla, düşmanın silahıyla düşməni məhv eylədi. Vətən bizimdir dedi, Tanrı himayəsində, onların sayəsində gəzmişik rahat-rahat, tək başına 5 saat döyüşdü qəhrəman tək. Bu borcumuzdur deyək, həmin bugünkü gündə, 2010-cu ildə, igidliyin izində, iyunun 8-ində şəhid olduğu gündür, onun ucaldığı gündür. Məndə lirikli İslam, yazmışam onçun kəlam, kükrədi aslan kimi, əsil qəhrəman kimi. Həmişəli yazıldı, bir dəfəli yazıldı, tarixə yaddaşımıza, mübariz qardaşımıza. Mən nə desəm də azdır, şanlı tarixi yazdı. Allah rəhmət eyləsin, yerin cənnət eyləsin.